Vahb ibn Munabbih, Allah ona rəhmət eləsin, deyir ki, bütün deyir, həkimlər ittifaq ediblər ki, yektilliklə deyirlər ki, sağlamlığın deyir, başı pəhrizdir. Eləcə də bütün hikmət sahibləri deyirlər ki, hikmətin başı sükutdur, yəni insanın az danışması. Həmçində rivayət olunur ki, Süleyman ibn Davuddan, eləcə də Loğman əleyhissalamdan deyirlər ki, əgər danışmaq gümüşdürsə, susmaq da qızıldır. Eləcə də Ömər ibn Abdüləziz buyurur ki, bir kişini çox az danışan, susqun olduğunu görsəz, insanlardan uzaq durduğunu görsəz, bilin ki, ona hikmət verilir, ona yaxın olun. Həmçində Əli ibn Əbi Talib buyurur ki, Allah ona razı olsun, çox susmaq insanda, yəni heybəti, vüqarı artırar. Yəni insanın az danışması, çox danışan olmaması insanda vüqarı və heybət artırır. Eləcə də başqa rivayətdə buyurur ki, Əli ibn Əbi Talib, ağıl kamilləşdikcə insanın da susması çoxalır, yəni çox susur, çox danışmır. Amr ibn As, Allah ona razı olsun, buyurur ki, söz dərman kimidir, azı fayda verər, çoxu